Kişi psixoloqu diplom alır, astrologiyadan danışır. Uşaq psixoloqu diplom alır, astrologiyadan danışır. Aşpaz astrologiyadan danışır. Amma bizdə insanların 70% yüksələn nədir bilmir. Dünya üzrə ən çox yalan danışan ikinci qrup xərçənglərdir. Balıq istədiyi bir şey gözü ilə hərəkət elətdirə bilər, o qədər intuisiyalı olur. Rövşən Bədəlzadə. Adətən familiya çox istifadə eləmirəm. Elə Rövşən kimi qələmə verməyə çox üstünlük tuturam. Çünki Bədəlzadə o qədər uzun gedir. Bəzən insanlar bunu yadda saxlaya bilmirlər. Elə Rövşən deyə xitab eləmələri daha yaxşı olur. Hər bir bürcün birinci və ikinci qrupu var, hətta üçüncü qrupu var. Üçüncü qrup çox da ciddi alınacaq bir qrup deyil. Amma 1 ilə 2-nin fərqi budur ki, biri yaxşı olur, biri pis olur. Yəni belə bir məsələn yüksələn deyilən bir şey var, ay bürcü deyilən bir şey var, Lilit var, Juno var. Yüksələn misal siz doğulursunuz bu günləri, o Günəş oxatandadır. Siz doğulan günü üfüqdən bir ulduz ucalır. Həmin ulduz sizin yüksələniniz sayılır. Sırf Günəş oxatan sizin xasiyyətinizi əgər daşıyırsa 90%, bu yüksələn ulduz sizin xasiyyətinizi 100% daşıyır və başınıza gələnləri də. Yəni hər bir insan öz yüksələnini bilməlidir. Misal üçün deyirik ki, 2026 xərçəngdir, əqrəbdir, balıqdır. Bunlar üçün çox düşərlidir. 2026-nın sonunda bir balıq gəlirdi ki, deyirdin düşərlidir, olmadı. Amma yüksələnini bilməlisən, ay bürcüvü bilməlisən. Çünki ay bürcü idarə edir duyğuları, hormonları, şəhvəti, bədən ehtirasını və s. və axır, bədən şəkilləndirməni. Juno isə hansı bürcdür ki, onunla evlənə bilərsən, onunla gözəl yola gedə bilərsən. Bizdə astrologiya elmini çox ciddiyə almırlar. Niyə görə? Çünki bizdə sosial şəbəkələrdə bunu baxıcılıq adı ilə davam elətdirirlər. Astrologiya bir doğum xəritəsidir. Astrologiya baxıcılıq deyil. Türklər bir-biri ilə tanış olanda deyir ki, bürcün nədir? Deyir falan. Yüksələn nədir? Çünki ona görə hərəkət edirlər. Amma bizdə insanların 70% yüksələn nədir bilmir. Çünki bu astrologiya elmini o qədər onlara mənfi çatdırıblar, o qədər insanların beynində bunu aşılandırmayıblar. Yaponiyada, Çində CV verəndə CV-yə bürcüvü yazırsan, bürcüvə baxıb səni götürürlər işə. Əgər müdir sənin bürcündə baxır ki, retro var, səni götürmür və yaxud da ki, bu bürc məndən uyğun gəlməz, bu bürcdə bu il xeyri yoxdur, götürmür. Ona görə onlar yaşayırlar 2055-də, 2060-da. Məsələn, retro var hal-hazırda, Merkurun retrosu var. Astroloqların çoxsu səhifələrində paylaşır ki, gedib saçınızı kəstirə bilərsiniz, uğurlu gündür. 26-sı Venüs-Jupiter qovuşmağı idi. Dünən, bugün enerjinin bol olan günüdür. Amma bu günlərdə saç kəstirmək olmaz, saç rənglətdirmək olmaz, hər hansısa bir yeni bir şey almaq olmaz, yeni bir şey eləmək olmaz. Çünki niyə? Merkurun retrosu belə bir retrodur ki, tutalım ki, bir addım attın, sabah onun peşmançılığını yaşayırsan. Hətta evlənsən, nişanlansan, atacağın addımda çox qəti fikirli və yaxud da köhnə plan olmalıdır. Hansı ki 9-unda başlayıb retro, 29-unda bitəcək. 29-undan əvvəl plan qurmusansa eləyə bilərsən, imza ata bilərsən. Amma bu retro əsnasında yox. Çünki saç tökülməsinə səbəb apara bilər, peşman ola bilərsən ki, Allah niyə elədim, mən saçımı niyə refrediləndim, niyə belə elədim, niyə rəng qoydum, ev ala bilərsən, deyərsən, ay Allah, niyə aldım buranı, peşmançılıq səbəbi çox gətirir. Yəni 3 ilin içində peşmançılıq gətirir adamı. Yüksələn bəzən doğum saatı ilə, ən çox doğum saatı ilə təyin olunur. Amma doğum saatınızı bilmirsinizsə, doğum yeri və s. və axır bəzi məlumatları aldıqdan sonra o da matrisa ilə açıla bilər və də coğrafi xəritə ilə. Yəni bunu da belə vurğulayım. Yəni bu demək deyil, vacib deyil doğum saatı. Bəzi məlumatlarınızı bilirsinizsə keçmişdən özünüz haqqında bu qədər bəsitdir onu hesablamaq. Bəlkə də fikrimlə razı olarsınız. Azərbaycanda astrologiya niyə çox inkişaf eləmir? Bunu da vurğulayım. Və məsələn mən bu dəqiqə təhsil almaq istəyirəm. Mən özümün müəllimiyəm. Mənim imkanım yoxdur Moskvaya gedim, Türkiyəyə gedim. Amma mən istəyirəm ki sıfırdan məni bir adam götürsün, bilməyərək başlatsın və gətirsin tam nöqtəyə. Mən diplomum olsun əlimdə ki, mən fəxr edim ki, mənim diplomum var. Bizdə psixoloq diplom alır, astrologiyadan danışır. Qadın psixoloqu, kişi psixoloqu diplom alır, astrologiyadan danışır. Uşaq psixoloqu diplom alır, astrologiyadan danışır. Aşpaz astrologiyadan danışır. Dülgər astrologiyadan danışır. Elektrikçi astrologiyadan danışır. Və sayır və axır. Say bitməz, başa düşdünüz? Qoçun birinci qrupu mükəmməl olur. Belə baxanda Qoç liderdir. Zeyusun birinci bürcüdür. Yəni çox aqressivdir. Kənardan həddindən artıq kobud görünən bir sərgərdə kimidir, əskər kimidir.
Amma daxilində də bir balaca uşaq yatır. Evli qoçla subay qoç arasında fərq çox olur. Subay qoç çox gəzir, evli qoç gəzmir. Sadiq qalmağı sevir. Birinci qrup qoç ailə üçün hər şey eləyər, ailə üçün pul xərcləyər, çöldə barda çox eləməz. İkinci qrup umursamaz. Əlinə keçdiyin xərcləyər, hara gəldi gedər və sar və laxır. Qoçlar belə deyim də, liderlik vasfı daşıdıqlarına görə onların başına gələn, məsələn, astrologiya qoçdan başlayırsa, gələ 12 bürc həmişə qoçu da dinləsin. Hər zaman. Yəni qoçu da dinləsin. Aha, qoça bu deyildi, tamam, gəlib mənə sıra çatana qədər qoy mən gözləyim. Ona görə qoç bizim daşıyıcı qüvvəmiz olur, gücümüz olur. Və bir yandan da qoçun elə bir xasiyyəti də var ki, belə deyim də, tez 3 saniyə. O bir misal var, deyir, tez əsəbləşən insandan qorxmayın da, əksinə sevməyə çalışın. Çünki tez əsəbləşən insandan ziyan görməyəcəksən. Onda nə var? Dilindədir. Qoçda da eyni qaydada. Qoç tez əsəbləşir, deyir, sonra peşman olur ki, gərək deməzdim, amma o anda deyir. Nə çəkinir, nə bir şey. Yəni, hər bir şeyini sənə ifadə edir. Və gələk buğaya, ikinci qrup veriyim, ört yatım, gözə canım çıxmasın. Birinci qrupsa çox işləməyi sevəndir. Buğa ruzu bərəkət sayılır. Yəni, buğanın çox gözəl, belə deyim. Bir ailədə buğa varsa, Allah talaymış oranı ruzusunu verir. Çünki daima, belə deyim, bacarır da eləməyi, getməyi, işləməyi. İkinci qrupsa həddindən artıq istifadə edəndir. Məni çağırın, hara gedirsiniz? Mən də gələyim, amma pul verməyəcəm. Göstərişə də meyl eləyir buğa, çox adətən dəhşət göstərişə meyl eləyir. Amma birinci qrup buğa eyni anda 5 dənə işi görə bilər. Burada sənəd işi görür, burada kimdənsə telefonda danışır, burada başqa bir iş görür. Yəni eyni anda 5 dənə işi birdə idarə eləyər ki, mənim ruzum gəlsin, dayanmasın. Mən özüm üçün bir şey eləməyə çalışım. Gələcək planları ilə çox yaşayan, gələcəyə yatırım edən bizlərdən biridir o. Əkizlərin birinci qrupu həddindən artıq çox ağıllıdır. İkinci qrup ağıldan istifadə eləmir. İkinci qrup əkizlə birinci qrup əkizin arasında çox fərq var. Yəni buradan Amerikaya qədər. Çünki ikinci qrup düşüydü. Yerin bilməyəndir. Hara dəvət eləsən gedəcək. Özünə çox hörmət qoymayandır. Çox güləndir, çox flört eləyəndir. Göz doymur bu insanda. Heç nədən göz doymur. Amma birinci qrup yerini bilir. Sadəcə yerini bilir. Yəni davranışını da bilir, danışığını da bilir, hər bir şey. Sırf belə bir şey var ki, birinci qrup əkizin kini yoxdur. Məsəl üçün inciyəcək, amma qaydanda həmin adamı orada tapacaqsınız. Burada oturmuşamsa çıxın gedin günlərlə, məni gəlib burada tapacaqsınız. Amma köhnə enerjini verməyəcəm. Kinim olmasa da inciliyim olmayacaq. Yəni həmin emosiyanı sizdən bölüşəcəm. Yəni, əkiz belə kimin də ki problemi olanda həmişə əkizin üstünə qaçır. Yəni bunu necə həll edək, o necə həll edək. Heç fikirlər üst-üstə düşmür. Hətta qadınlar 31 yaşdan sonra böyüyürlər. Yəni 31 yaşa qədər çox səhlənkar olurlar. Gəzim, tozum, əylənim. Amma birinci qrupun qadını 25-dən olğunlaşır, 27-dən sonra gözəlləşir. Xərçənglərin də birinci, ikinci qrup professional yalan danışandır. İkinci qrup xərçəng dünya üzrə ən çox yalan danışan ikinci qrup xərçənglərdir. Bürclərin içində ən çox yalan danışan ümumiyyətcə xərçənglərdir. Yəni bu adam elə yalan danışır ki, otursun öz yalanını ağlasın, şaxsəyiz baxsa elə. İnansın da özünü o qədər inandırır ki, cəmaatı. Özü də inanır ona, həmən dəqiqə qapdırır özünü. Və bir yandan birinci qrup xərçəng gözəl sevgi qabiliyyəti olur. Yoldaşlığa dəyərlər. Mən onlara deyirəm powerbank. Hamıya zərətqə verirlər, öz zərətqələri qalmır. Özlərini sevə bilmirlər, hamını sevə bilirlər, özlərini unudurlar, başa düşdünüz? Və bu daima onlar üçün bir döngü olur. Öz döngülərin, ümumiyyətcə həyatda xoşbəxt olmayan xərçəng varsa, mən onların hamısına bir cümlə deyərəm ki, öz döngünüzü tamamlayın. Onun üçün, bunun üçün yaşamayın, onun üçün çalışmayın, bunun üçün çalışmayın. Çünki hər zaman kimin üçün sənəsə eləməyə çalışır və bu halda nə edir? İnsan öz-özünü unudur. Birinci qrup xərçənglə yoldaşlığa dəyər, ikinci qrup xərçənglə də kim istəsə, yalan sevirsə yoldaşlıq edə bilər. Şir dominantdır, şir liderdir, şir özəlliyi sevir. Harda olursuz olun. Dünyanın harasında o. Trump şirdir. Yüksələn şirdir. Görürsünüz necə sevir göstərişi. Şir
dünyanın harasında olursa olsun, Amerikalı bir vətəndaş, xarici bir vətəndaş, Türkiyəli, Azərbaycanlı olduğun ortamda şirin varlığını hiss edirsən. Məclisdə şir var. Yəni bunu belə izah eləmək lazımdır. Bu ego deyil, bu özgüvəndir. Bu cəsarətdir. Əqrəblə şirin, cibində pul olmasa belə öz cəsarətləri ilə olduqları ortamda özlərini sevdirə bilirlər. Bu birinci qrup şirlər olduqca belə deyim dəyərlidirlər. Dosta da dəyər verirlər, çox dostları olur. Biraz gəzməyi sevirlər, göstərişi sevirlər, xərclənməyi də sevirlər, vəzifə sevərlər, altlarında. Bilsiz, pulu niyə sevərlər? Kiməsə möhtac olmuyor buna görə. Amma ikinci qrupsa cibində belə deyim də pul olmuya özünü göstərir. Məsələn, mən necə izah edeyim sizə? Bir obyektin qabağından keçir, dayanır şəklini çəkir Targovoda, evə gedir, şəkil atır ki, həmən Targovodaydı. Bunlar üçün konkret göstərişdir ikinci qrup üçün. İstifadə eləməyi sevirlər, dostdan da, tanışdan da. Bir dənə cümlə ağzından çıxart ikinci qrupun yanında ki, bunu eləyəcəm ya, eləməlisən mütləq. Düşəcək üstünə ki, niyə eləmirsən? Nə üçün, nə vaxt eləyəcəksən? Necə vaxt eləyəcəksən? Sırf istifadəsi olurlar, sırf. Yəni çox da gəzəndilər, flört eləyəndilər. Və gedək növbəti bürcə, qız bürcünə. Onlara da dedektiv deyirəm. Sherlock Holmes. Qızlar titiz olurlar, ikinci qrup çox pinti olur. Keçən videolarımın birində 3-4 dənə komment gəlmişdi ki, pinti qız görməmişəm, pinti qız bürcü. Amma mən dəfələrcə görmüşəm. Dəfələrcə. Adətən oğlanları çox pinti olur qız bürcünün, ikinci qrupunun. Hardasa saçı dağınıq bir qız bürcü gördüsə, bilin ikinci qrupdur. Mən konkret bunu deyirəm sizə. Və yaxud da ayaqqabısı batıq. Yəni, çünki birinci qrup konkret belə bir dənə divar eləsin, toz gördüsə orada qalmayacaq. Ya oranı təmizləyəcək. Beyni gözəl inkişaf edir, özlərini sevirlər, cəmaatı sevirlər. Bir də yüngül biraz şeyləri var onların, çürütməkləri. Amma bu da neydən irəli gəlir? O həyatına toxunmağa çalışır. Qızla balıq insan həyatına toxunanda gözəl yön verir. Yəni insana qəşəng məsləhət verirlər, dinləmə qabiliyyəti. Deyirsən ki, CV vermişəm filan şirkətə. O sizdən əvvəl həmən şirkəti artıq analiz edir, nə qədər maaş verir. Sənə deyir ki, bu məsləhət görmürəm, o birisinə ver. Yəni ətrafında olan insanlara çox xeyir verməyə çalışırlar və insanlar da elə bilir ki, çürüyücüdür. Əslində yaxşılıq eləyir, deyir çürüyücüdür. Yəni belə bir bizdə də inanc kimi bir şey var da, axı bizə yaxşılıq edən deməliyik, nədir, nə istəyirsən. Bizim gözümüzdə. Amma ikinci qrup çox pintidir. İkinci qrup həddindən artıq tez küsəndi. Onlar da öz mənfəətləri üçün yaşayandılar. Yəni ətraf mühiti çox sevməz, qapanmağı çox sevər. Birinci qrup aktivdir, amma bir nəfərlə aktiv olur. Sosialdır, amma 3-4 nəfər, çox artıq yox. Biri ilə aktiv, 3-4 nəfərlə sosial olur. Amma ikinci qrup çox qapanlı olur, qorxur biraz öz yaxın buraxmağa. Birdən gələrlər mənə maniçilik eləyərlər, birdən dostlar belə eləyər, birdən sevgilin belə eləyər. Qorxaqlıq yanısı ilə də həddindən artıq çox pintilikləri ilə bilinirlər. Və gedək tərəzi bürcünə, mən onlara məhəbbət bürcü deyirəm. Sevginin bürcü xərçəngdir, məhəbbətin bürcü tərəzidir. Gözəl sevmə qabiliyyətləri olur birinci qrupunun. Həddindən artıq. İki fikirli tərəzi ikinci qrup olur. Çünki ən çox iki fikirli tərəzi də əkizdən də çox, dolçadan da çox, hava ünsürlərində. Və balıq da iki fikirli olur adətən, nə istədiyini bilmir. Tərəziyə də niyə məhəbbətin bürcü deyirəm? Onlar sevgi yaşayanda gözəl yaşadırlar. Belə izah edeyim sizə. Bəzən kənardan baxırsan ki, qəşəng cütlüydür, gözəl cütlüydür, həsrət aparırsan. Tərəzinin sevgisi də elə bir şeydir. Yəni, oturub hər hansısa bir sevdiyin filmə baxırmışcasına onun sevgisini yaşaya bilərsən. Hər hansısa bir sevdiyin bir şeyi eləyirmişsən sanki, hər hansısa bir sevdiyin musiqini dinləyirsən, hər hansısa sevdiyin yeməyi yeyirsən. Ona görə tərəzinin sevgi qabiliyyətini mən məhəbbətini çox üstün tuturam. Tərəzilər belə deyim, ədalətdirlər kainatda, həm də yaşıllaşdırmaya görə onlar cavabdehdirlər təbiətə görə. Amma bir şey də var ki, əkiz tərəziyə olunan pisliklərə görə insanlar elə bilər ki, cavab verməyəcəklər. Bu dünyada zaten cavab verəcəklər.
Çünki yeganə karması tutulan bürclərdən tək tükləridir, əqrəbdir, əkizdir, tərəzidir. Yəni bu dünyada onlara qarşı nə pislik eləyirsənsə, nə qədər qabağa gedirsən get, sən o karmanı yaşayacaqsan. Yəni bir gün o karmaya duş gəlirsən ki, artıq onlara elədiyin pisliyin qarşılığını alırsan. İkinci qrup tərəzi pul üçün sinon gedirlər, insanı pul gözündə görürlər. Məsələn 5 manat, 3 manat, adam gəlir deyə 1 manatlıq gəlir. Yəni belə görsənir onlar üçün. Yeməyə düşkündürlər. İkinci qrup çox, belə deyim, səhlənkardır. Dost qədri bilməyən insanlar olurlar, özləri üçün yaşayarlar. Narsistlik yoxdur onlarda, amma sadəcə özləri üçün yaşayarlar, bunu da vurğulayım. Onlar bilsiz necə pulu sevirlər, amma xərcləyə bilmirlər. İkinci qrup pulu sevir, çünki belə bir şey var. Yəni görməmişin olduğu, bildiniz necə? Pulu nə üçün sevdiyinin fərqində deyil. Gedək əqrəbə, əqrəb pulu sevdiyinin fərqindədir. Əqrəb pulu nəyə görə sevdiyini də bilir. Qohuma əl tutandır, dosta əl tutandır. Məsəl üçün, əqrəbin göstərişi ondan asılı deyil. Təkəbbür dində deyir Allah Taala'nın sevmədiyi bir şeydir. Təkəbbür. Yəni insan gərək özündən həddindən artıq çox razı olmaya. Amma təkəbbürlü yeganə bürc əqrəbdir. Bu adamın işi də olsa özündən razı olur. İşi olmasa da özündən razı olur, pulu olsa da özündən razı olur, olmasa da özündən razı olur. Çünki o təkəbbür onlara yaranandan verilib. Əqrəb tez də qocalmır, yəni. Gec qocalır, vampir kökənidirlər. Oxatan bürcü də, belə deyim də, əyləncədirlər onlar. Hardasa parti görürsənsə dünyada, bəlkə də bunun bir 80%-ni oxatan təşkil edir. Əyləncəsinə olduqca düşkündürlər. Gəzməkdir, fəlsəfədir, elmdir, araşdırsınlar, bir yeri kəşf eləsinlər, dayanmasınlar yerlərində, əylənsinlər. Yəni bu insanlar, bilirsiniz nə deyirlər? 5 günlük dünyadır. Yəni bu insanlar üçün dünya 5 günlükdür. Sabah da soruş eyni söz deyəcək. Biri gündə eyni sözü. Dünya 5 günlükdür, gəz, dolan, yeyiz, kef elə. Yəni pulu buna görə qazanırlar. Yeməklərindən ötəri, içməklərindən, yaşamaqlarından ötəri, əylənmələrindən ötəri. Yəni özlərini, belə deyim də, heç nədən qısıtlamırlar. Harda qırılar məsələ. İkinci qrup çox səhlənkardır. İkinci qrup sırf iş. Yəni ailəyə belə vaxt ayırmaz ikinci qrup. İkinci qrup oxatan göstəriş xəstəsidir. Maşın alsın, ev alsın. Hər bir şeyi pulu cəmləsin, əylənməz qəti bir şəkildə. Haldasa əylənməyən oxatan görürsünüzsə %102-dir, %100. Amma birinci qrup əylənəcək. Birinci qrup deyir, hə tamam, maşınım üçün pulum var, əla, amma mən əylənməyimdən də qalmayacağam. Maşın alıb sonra gedim, əylənim, eləyim. Yəni yenə deyirəm, onlar 5 günlük dünya üçün yaşayırlar. Qəşəng sevirlər, amma mən keçən dəfələrdə olan ad günləridir zaten hal-hazırda. Belə bir söz də deyim onlara ki, xoşbəxt olmaqdan ötəri kim üçünsə dəyişməlisən. Oxatan da xoşbəxt olmaq istəyirsə kim üçünsə dəyişsin, amma layiq olana. Sonra gəlib kommentdə yazmasınlar ki, siz dediniz dəyişin, dəyişdi filan kəsə görə xoşbəxt olmadı. Oğlaq güvən problemi yaşayan tək bürclərin içindir. Oğlaq uşaqlıqdan bir dənə travması olsun, güvən travması. Onu bütün həyatı boyu hamıya yansıdacaq. Oğlaqla münasibətdə həyatınızda oğlaq olursa, hamıya məsləhət verim. İlk görüşdə və ilk danışıqda öz dominantlığını ortaya qoymalısan, ağırlığı və hörməti ortaya qoymalısan. Birinci tanışlıqda əsla zarafat eləməməlisən, səmiyyətsiz danışmamalısan, ciddi danışmalısan. Necə təməl qoydunsa oğlaqla biri belə də davam eləyəcək. Amma bir dənə də inamsızlıq görsə, məsələn, onu illər boyu inandıra, bir 50 ildə evli qalsınlar bərabər. İnandıra bilməyəcəklər ki, bu belədir, bu elədir, bu belədir. Oğlaqın ikinci qrupu səhlənkardır, ikinci qrupu gedişəndir, birinci qrup gedişməz heç yerə, ikinci qrup pintidir, birinci qrup təmizdir. Yəni, oğlaqa varatniklik köynə deyirəm onlara. Yəni, disiplin olduqlarına görə həmişə ütlənmiş vəziyyətdədirlər. Oğlaq işsevəndir, işkolikdir, ikinci qrup işkolik deyil. İkinci qrup çox yalan danışandır, çox flörtözdür, çox gəzsin ağazdan ağaca. Ona görə birinci qrup oğlaqın, ikinci qrupun qısqanclığı da çoxdur. Çünki belə bir şey var, insan
ən çox nə vaxt qısqanır? Özü səhv eləyəndə. Dolçalarda mən dostluğu sevirəm. Çox sevirəm. Yəni dostu üçün elədiyini sevgilisi üçün eləməz. Mən belə düşünürəm. Hə, çünki elə bil onlar dosta sadiq qalmağa gəliblər bu dünyada. Yəni əzəldən yaranan bir dostluq varsa, sevgiyə başqa bir sevgi verəcək, dostluğa başqa bir dostluq verəcək. Dolçalar mənim üçün vanqadılar, yəni onlar gələcəkdən gələnlərdirlər, keçmişdən gələnlərdirlər. Bürclərin içində ən güclü intuisiya əqrəbdədir, amma gələcəklə keçmişə aid olan dolçadır. Gələcəkdən gələndə niyə deyirlər onlara? Onlar çox şeyi hiss edirlər, amma dilə gətirmirlər. Yəni dolça hiss eləyər, dilə gətirməkdən qorxar. Əqrəb hiss eləyər, dilə gətirməkdən qorxmaz. Əqrəb hiss eləsin ki, filan kəs öləcək, deyəcək filan kəs öləcək, amma dolça deməyəcək. Allah uzaq eləsin, Allah uzaq eləsin. Belə sırazı yaxşıya doğru. Gələcəkdən və keçmişdən xəbəri olan onlar parıldayırlar. Sadəcə bu parıltılarından hiss eləmirlər, başa düşdünüz? Yəni dolçanın elmi, zəkası, dolça qadınları vəbşi həddindən çox ağıllı olurlar. Əkizdir, dolça qadınlarıdır. Elm bunlardadır. Beynin sağ tərəfini əkiz idarə edir, sol tərəfini dolça idarə edir. Muazzam dostluqları olur. Gecə 2-də, 3-də yığ, hər zaman yanındadılar. De ki, problemin var, evlidir, yoldaşına deyəcək ki, problemi var və kömək eləmək lazımdır ona. Heç nədən çəkinməyəcək. Bir dostuna görə cəsarətli addım atmaqdan heç vaxt qaçınmaz, heç vaxt dala getməz. Yəni, mükəmməl bir şəkildə kömək eləməyə çalışar. Dolçalar, bilirsiniz necə bir bürc sayılırlar mənim dünyamda. Olduqları yeri xoşbəxt eləyən, amma olduqları yerdə də hər insanı barındırmaq istəməyən. Seçmə, amma ki, hər daim seçmə yox ha. Bu o demək deyil ki, dəqiqə seçsin. Xeyr. Biri, yəni o 1000 nəfərdən biri, heç bəlkə də o da olmadı. 10.000 nəfərdən biri, hə, bəlkə biri oldu. Onun başı başqa cür işləyir. Gərək ona xitab eləyəsən, yəni. Birinci qrup hamı üçün çalışandır, ikinci qrup özü üçün çalışandır. Yeməyini belə özü, içməyini özü, pulu özünə xərcləsin. Bir gün depressiyaya düşən kimi bazarlıq, buğanın ikinci qrupu kimi. Balıq istədiyi bir şey gözü ilə hərəkət elətdirə bilər. O qədər intuisiyalı olur, o qədər güclü olur. Onların znaklarında belədir axı, ortada da bir dənə xətt. Orta xəttdə əslində onların üçüncü gözüdür. Onların daimi üçüncü gözü aktiv olur, sadəcə bundan istifadə edə bilmirlər. Balıq sizə nəsə deyirsə, o öz beyni ilə demir. Ona vəh gəlib deyir ki, bunu deməlisən. Yəni, əgər bir balıq məsləhət gördüyü şeyi eləmək istəyirsənsə, elə. Eləmədinsə, bəlkə peşman olarsan. Elə, %100 yaxşılığa doğru getmək şansı həddindən artıq çoxdur. Yəni, çünki balıq insanların həyatına özü istəmədən toxunur. Yəni, Allah Taala insanlara ya pişik cildində yaxınlaşar, ya qoca ağsaqqal cildində yaxınlaşar da, adətən bir umaraq. Balığı mən elə bilirəm ki, onlara elə bil ki, Allah Taala deyir ki, get filan kəsə kömək elə, get ona ağıl ver, mən verirəm, ağlı yoxdur. 2026-da martda balıqda bir ay tutulması olacaq, onlar üçün çox qəşəngdir. Bunu da deyim. Və dolça üçün də artıq qəşəngləşməyə doğru gedir 2026. Axırıncı balıq olduğuna görə 2026-dan da xəbər verim. Çünki Saturn dolça ilə Oğlağın planeti sayılır. Saturn retrodaydı və duran pozisyonu keçir bugün. Artıq durur və yavaş-yavaş irəliləməyə gedəcək. Geriləyən Saturn çox ziyan verir. Geriləyən Saturn haqq ədalət tələb eləyir. Ona görə dolça deyərdim ki, iyul ayından problem yaşayır pulda və s. və l-axır. Yəni, konkret dolçanın çox qəşəng pulu var idi, Oğlağın qəşəng pulu var idi. Amma hal-hazırda o pullar yoxdur. Məsələn, doğmaları ilə dalaşdılar, ən yaxın bildiyi insanlarla ayrıldılar. İndi 2026-da bunların hamısını düzəltməlidirlər. Martdan sonra mı? Daha yaxşı olacaq onlar üçün. Bir dənə də günəş tutulmamız var. Və bu da Şir bürcündə olacaq. Oktyabr ayında olacaq. Amma oktyabr ayında Şir bürcünün həyatı tamamilə dəyişiləcək. 2026-nın oktyabrında. Və Yupiter də yer dəyişəcək. O da oktyabrda gedəcək Şir bürcünə. Həyatın tamamilə dəyişəcək. Bax, indi Yupiter retrodadır. Qayıdır əkizlərə, xərçənglər də. Martda təzədən gedəcək xərçəngə.
iyulda çatacaq xərçəngə, martda çıxacaq yola, təzədən gedəcək xərçəngə. Xərçəng özünü toparlayacaq 2026-da su, xərçəng, əqrəb, balıq. Və hava ünsürləri, əkizlər 2026-da çox qəşəng olacaq. Çünki yanvar ayından etibarən artıq Yupiter əkizlərdə irəliləyəcək, geriləməyə başlayacaq. Bolluq, bərəkət olacaq. Venüs hal-hazırda yavaş-yavaş 30-da gedir Oxatana. Bu da pul deməkdir bir yandan. Hamıya aiddir bu. Venüs tez-tez yer dəyişəcək.